Bir nəfər gördü, ravi gedirdi, gördü bir dənə əqrəb gedir. Sürətlə gedir əqrəb. Dedi, ya burada neysə var. Bu əqrəb çalan pisdir axı. Əqrəb çaldı, pisdir əqrəbin çalmayı. Deyir, bu belə ki gedir sürətlə, mən görək gedim, yoxlayayım, görüm bu xeyr olar. Deyir, düşdü əqrəbin ardıyla həmin ravi getdi, bu əqrəb gedir, bu gedir. Gəldi bir suya çatdı, çay kimi idi. Suya, əqrəb daha suya düşə bilmir. Dayandı suyun qulağına, çanaqlı bağa gəldi. Bağa, su bağası. Gəldi, yan aldı, əqrəb çıxdı bağın belində, getdi bağa, o biri tərəfə apar suyunu. Mən də deyir, suyun kənarı ilə deyir, düşdüm, gəldim, gördüm ki, çıxartdı onu quruya, bıraxdı quruya. Gəldi, başladı getməyə. Mən də bunun ardıca, gəldi bir yerə çatdı, görür bir dənə ağacdır. Bir dənə cavan oğlan yatıb ağacın dibində. Bir dənə də əfi ilan dolanıb boğazına. Özünün xəbəri yoxdur. Sən demə, əqrəb bunun üçün gəlmiş. Ki, tez çatdırsın özünü ki, qoymasın ki, ilan satsın oğlanı. Çatan kimi bir dənə vurdu ilana, əqrəb ilanın qənimidir də. Vuran kimi ilan şişdi, öldü, açıldı. Mən də yaxınlaşdım, oğlan yuxudan ayıldı. Baxdı bir yanda ilan, dedi, bu nədir? Dedi, bu sən boynuma sərli, məndən hardan gəlirəm? Əqrəbin o hərəkəti məni maraqlandırdı ki, bu boş-boşuna bu sürətlə getməz. Düşdüm onun ardınca, gəldim, gördüm ki, həqiqətən də səni ilan çalcaydı boynumda. Gəldi ilan çalcaydı. İndi sən mənə de görüm, kimsən sən? Dedi, adi bir adamam mən. Seyidsən, mötəbər adamsan. Bir mənə deyinəm, dedi ki, mən ibadət əhli deyirəm. Mən cavan oğlandır, bəs dedi, ibadət əhli deyirəm, mən nə seyidəm, nə ibadət əhliyəm. Dedi ki, onda sən mənə deyirəm, sən nə iş görmüsən bugün? Məsələ burasıdır ya, bugün nə iş görmüsən? Dedi, mən bu günləri səhər, sübdə anam namaz qılandı, anam namazı duranda, anam üçün su götürmüşəm dəstəmaz almaya. Su götürmüşəm. Anam üçün bağda su götürmüşəm dəstəmaz. Bir bu. İkinci gördüyüm iş. Sonra ki evdən çıxırdım mən yola düşüm, gördüm bir dənə yaşlı adamdır. Bizim dilimizdə ağsaqqal qoca kişidir. Ata minmək istəyir. Bacarmır atı savar olsun. Yaşlıdır, ata minə bilmir. Gəlmişəm ona kömək eləmişəm, ata minə. 2. Sonra da geldim, bir dükkan var, burada haram olunmuş su satırlar. Şərab içən olublar mı? Oradan da mən haram olmuş su almışam, içmişəm, o pulumun qalığı ki var ki mənə verib, çıxdım onu da bir sahilə vermişəm, bir dilənçiliyə ver. Bu işdən şeydir, yaşlığıyla da mən bilim ki, sən bu işdən əmələ elədiyinə görə, Peyğəmbərdən kəlam var. Əs-sədəqətü tərifdür bəla və təzidül ömr. Yaxşı olma, yaxşı iş görmür. Bəlanı insandan uzaq eləyər. Həm də insanı ömrünü uzadar. Sən bu işləri gördüyünə görə, bax ona görə səni Allah qorudu.